Hə, qardaş, ümumilikdə belə deyək, torpaq heç, ümumi nə qədər bura tikintiyə xərc qoymusunuz? 200 minə yaxın. Yəni artizanlı işığı nəzərə alsaq, 200 minə İşıq neçə fazat dediniz bura? 3 fazat. Ona nə qədər xərc çıxıb? Elə bir 16 min ona çıxıb. 16 min manat ona çıxıb. Transformatoru da özünüz çəkmisiniz yoxsa? Hamısını da oradan bura, hamısını özümüz. Hamısını qardaş özü çəkdirib. Kabeldəki görürsüz. 50'lik kabel. 50'lik kabeldir. Yəni bunu hamısını öz vəsaiti ilə eləyib qardaşımız. Konkretni bura xərc çəkib. Belə deyək, burada belə bir balaca. Bu nə üçündür qardaş? Bu firmanın həyətində ot daşımaq, heyvanların qabağına şey eləmək. Bu da otu daşımaq üçün kiçik bir belə texnikadır. Hal-hazırda demək olar ki, işlək vəziyyətdir. Belarus 132H. Belarus 132H. MTZ. Bu da fermanın üstündə verilir. Gördüyünüz kimi giriş də oradandır. Quruntovoy yol vapşı azdır demək olar. Azdır, hə. Bir də siz burada dediniz neçə hektar nə əkmişdiniz? Bax o uzaqda o görürsünüz. Gedib çəkə Hə, bilərik. gedib çəkərik. Hə, maral falfa. Maral falfa bitkisi əkib 1 hektarlıq. Gördüyünüz kimi da belə deyək, toyuqca hinduşka üçün nəzərdə tutulub, yəni belə bir şeydir. Bəs bu nə üçündür qardaş? İkinci vaxtı bunu tikdik köməkçi kimidir. Hə. İndi də qalıb istifadə edir içilər. Hə də yazda, yayda belə deyək, oturaq yeri. Sklat kimidir. Məsələn, Sklat kimi. içərisində bax. Burada kiçik bir sklatdır. Generator var. Generator firmaya aiddir də. General bu Hə, bu. onu bilmirik də onu. Hə, Onu bildim. baxacağıq. Hə, yəni o Amma su nasosu verəcəyik. Yəni. su nasosu var üstündə. verəcəklər. Qardaşımız verəcək. Deməli, qardaş, bura şumlanıb hal-hazırda. Bu şlanqlar nədir qardaş? Suvarma şlanqlarıdır da. Bunlar Türkiyəninkilərdir. Türkiyənin suvarma şlanqları. Yağmur suvarma sistemi deyirlər buna. Hal-hazırda burada şumlanıb. Bura nə nəzərdə tutulub əkmək? Burada pomidor inşallah. İnşallah pomidor əkiləcək. Yəni kim alsa da hazır vəziyyətdədir də, şumlanıb. Suvarma sistemi də burada hamısı şlanqlandır. Gördüyünüz kimi. Hə qardaş, deməli bura 1 hektar əkilib hal-hazırda. Suvarma sistemi də gördüyünüz kimi hamısı avtomatik suvarılır. Yəni elə bir dənə suyu oradan açdım, fisyo, hə? Bəli. Hamısı Qoşanda hə də göldən. damcılama sistemi 1 hektardır. Qardaşım bura nə əkilib dediniz? Maral falfa yem bitkisi əkilib. Maral falfa yem 10 bitkisi. hektar yoncanın məhsuldarlığını verir də. Belə deyək də, bu 1 hektarsa 10 hektar yoncanın məhsuldarlığı. Bəli, Yəni yoncanın 10 qatını verir. Bəli, 10 qatını verir. İndi inşallah yazda Və biçim vaxtı bu yay biçilməlidir də bu yay. bu yay yaxın vaxtda. İşte bura nə qədər xərc çıxıb? Bura 7000 pul xərcləmiş. 7000 manat 1 hektara qardaşımız pul xərcləyib. Dediyiniz kimi də, yəni bu da fermanın üstündə verilir. Bəli. Yəni fermanın üstündə verilir. Bu yem bitkisidir də, mallar üçün nəzərdə Bəli, tutulub, bəli, yoxsa yox. toxum kimi götürmək olur? Yox, bu əhdin 10 il bu biçirsən. Yəni 10 Hə. illik. 10 illik bitkidir, hətta 7 il yoncadır. Bu yoncadan da üstündə 10 il. bitkidir. 10 illik bitkidir. Gördüyünüz kimi fermadan da elə çox məsafədə yerləşmir. Kim istəsə əlaqə saxlasın. Onu da nəzərinizə çatdırım ki, 2 dənə də süd səni var da sizdə dediniz. Neçə Bəli. tonluqdur? 1 tonluq 1 tonluq hərəsi. hərəsi. Hardan almısınız onu qardaş? Onu şirkətdən aldıq, Türkiyədən gətirdik. Hə, şirkətdən, Türkiyə. Rəsmi almışıq da. Biri neçəyə başa gəlib? 16 min. Onun fermanın üstündə verəsiz yoxsa? Birini inşallah verəcək. Birini hədiyyə eləyəcək qardaşımız, yəni o süd xala denəyim, belə deyək. Birində öz üçün saxlayacaq. Gedək onda yaxından çəkim, sizlər üçün göstərim. Deməli, bu gördüyünüz şlanqlar, suvarma sistemin qardaşımız deyir ki, neçə hektarlıqdır hal-hazırda? 3 hektarlıq ərazini sülaya bilər də. 3 hektarlıq. Bunun xərci nə qədər olub? Nə qədər vəsaitidir? Valla 6 minə yaxın pul gedib. 6000 manata yaxın təkcə qardaşımız onlara belə deyək, pul verib. Bunu da fermanın üstündə verəcək. Düzdür qardaş? Hə, bax orada da damlama şlanqları var. Məsələn, ağaçlar əkən zaman Damlama şlanqları da var. bir topdur. Bu da damlama şlanqıdır. Bir top o 1 hektardan əlavə. Bu ayrıdır. Bu ancaq ağaçlar üçündür də. Damcı düşürək. Hə, lap Orada. yaxşı.
Gördüyünüz kimi əziz izləyicilər, bu da belə deyim, malların çıxan peynidir. Elə bu 40-50 kamaz qardaşımız deyir, burada peyin var. Bunu da yəni kim alsa yerə səpib, yeri daha da gücləndirə bilər. Təbii ki, gübrədən 10 qat, 20 qat keyfiyyətlidir və güclüdür. Deməli qardaş, bu süd belə deyək, xaladenlikləridir. Yayda isti saxlayır, qışda da ki ehtiyac yoxdur. Yayda soyuq. Hə, yox, yayda soyuq saxlayır. Hal-hazırda monitoru olanlardandır. Göstərir də burada, hə, yəni. Bəli, toxa qoşan kimi göstərir orada. Bunlar 1 tonluqdur da hər biri. Bunları qardaş hardan gətirmisiniz? Bunu Türkiyədən, üstündə var markası. Hə, Türkiyənindir. Deməli keyfiyyətlidir. Hə, birbaşa oradan gəlir. Neçəyə başa gəlib? 16 minə. Biri 16 minə. Deməli qardaşımız dedi, kim fermanı alsa, bir ədədi ona hədiyyə olunacaq. Hə, birini hədiyyə eləyəcək. Birini isə özü götürəcək. Yəni kim istəsə əlaqə saxlasın. Gördüyünüz kimi bu da fermanın çöl hissəsidir. Hə, bir də yaxşı yadıma düşdü qardaş. Burada Kupçalı torpaqlar hektarı neçədir? Yerdən asılı olaraq 8-10 min. Minimalını 8-10 min Bəli, Kupçalıda bəli, mülki Kupçalı birbaşa. mülki. O da ki, məsələn, biraz daha şey olanda tək satanda lap 12-yə də satılır. 12-yə də satır. Deməli minimalını ortalama 10 mindir 10 min hektarı. Burada da 15 hektardır. Qiyməti razılaşma yolunda. Bəli, bəli. Yəni kim istəsə aşağı yuxarı da. əlaqə saxlasın. Birbaşa qardaşımıza yönəldəcəm, nömrəsini verəcəm. Fermanın sahibi ilə əlaqə saxlayın, alın. Xaçmazdadır, şimal bölgəsindədir. Xaçmaza yaxın olan rayonlar əlaqə saxlasın. Fərqi yoxdur. Azərbaycanın istənilən rayonundan zəng edə bilərsiniz. Yəni mən özüm də baxdım, hamısını çəkdim. Bu fermanın dəyəri var. Qardaş, Allah bazar versin. Allah alan da, satan da hər ikisinin xeyrini versin. Sağ ol. Sağ olun.